hakimiyyət bizdən xalqın içindəki vətənpərvər, dövlətini sevər, millətinə öz ailəsi kimi baxan oğulları tələb edir. Başqa hiçbir şey tələb edir. Xalq prezidentini, öndərini, hakimiyyətini gözəl sevir. Xalq bilir ki, dünya tarixində, bəşər tarixində Azərbaycan xalqı, Azərbaycan bütövlüyü, Azərbaycan hakimiyyəti, Azərbaycan Respublikası heç bir dövrdə bu qədər inkişaf edəməyib və bu gözəllikdə yaşamayıb, bu bolluq olmayıb. Fikir verin, Sovet vaxtı biz məhsullardan ötəri növbədə dururduq. Çörəkdən, yağdan, ətdən ötəri. İndi məhsul boldur, kağızdan ötəri növbəyə durmuşuq. Bu böyük bir fəlsəfədir. Bu günlərim əgər insanlar bilsə ki, necə ki barama qurdu, gözəl şax tut yarpaqlarının üzərində gəzə-gəzə, onu yiyərək, qidalanaraq, gördüyü ipək sap onu boğub öldürəcək, qurd heç vaxt o yarpağı yeməzdi. Əfsuslar olsun ki, bu günlərim bir çox məmurlar, bir çox deyərdim iş adamları, fərq eləməz, Azərbaycan vətəndaşlarında, istər məmur, istər iş adamı, çox vəhşicəsinə mal-dövlət həris olurlar. Dünyanın malını canından, malından, övladından, xalqından, gələcəyindən çox istəyirlər. Fikir verin, Azərbaycanda dəfələrlə hasarlanma, zəbt olunma, yəni hər şey demək olar ki, məmurların. Yəni onlar fikirləşməlidirlər ki, bu var dövlət onlar üçün baş ağrısıdır. Onlar üçün düşməndir. Çünki o xalqın, dövlətin, vətənin mal dövlətidir. Əgər onların, bu millətin qanı, bu xalqın keçmişi, Ulu Öndərin böyük bir şəxsiyyətin dediyi üçün kimi deyəcəm, parçalanmış infaq kimi ürəyi birləşdirib vətəndaş müharibəsindən, vətəndaş cəmiyyətinə burada saxlamalıydı oğlum. Oğlum, burada saxlamalıyım, keç. Bir dəqiqələ saxla, daha keçmə. Keç, sür, gir. Çox üzr istəyirəm, gedəyib yox. Mən xatırlatmaq istəyirəm ki... Yəni, bu günlərin bu cür qurulan bir dövləti, bugün hansısa bir mitingə çıxıb 3000, 5000, 2000, 7000 hansısa məmurdan narazı qüvvələr, hansısa bugünkü problemli insanların çıxıb bu çağırışlarını mən düzgün saymıram. Mən onu bilirəm ki, Azərbaycan xalqının ziyalıları, Azərbaycan xalqının yaşlıları, Azərbaycan xalqının şairləri, Azərbaycan xalqının heykəltaraşları artıq ağa qara deməkdən əl çəkməlidir. Qarıya ağ deməkdən əl çəkməlidir. Hər şey olduğu kimi insanlara kölə kimi baxmaq olmaz, insanlara axırıncı sort kimi baxmaq olmaz. Yəni, mən özüm bəzən deyirəm ki, var kategoriya insanlar, telefonların kategoriya olan kimi, megabayt olan kimi, insanların da düşüncə fərqi var, beyin fərqi var, inkişaf fərqi var, dünya görüşü fərqi var. Ancaq dövlətin, dövlət məmurunun borcu o insanları onların qabiliyyətinə uyğun, onların istedadına uyğun, onların cinayətinə uyğun, onların şəxsiyyətinə uyğun formada idarə etməlidir. O, həmin mühiti yaratmalıdır. Ulu Öndər yaratdığı mühiti yaratmaq lazımdır. Bəli, Rasim müəllim çox maraqlı fikirlərlə sizin diqqətinizi cəlb etdi. Mən bir daha xatırlatmaq istəyirəm, biz canlı efirdəyik. Canlı efir Bakı Astara Trasından başlayıb, İctimai Nəzarət Koalisiyası, onun rəhbərliyi bu yaxınlarda qərar qəbul edib ki, Azərbaycan yalnız paytaxt Bakıda deyil, həm də bütövlükdə 50 milyondan çox Azərbaycanlılara əhatə edən dünya deməkdir.
Hər vaxtınız xeyir. İctimai Nəzarət Koalisiyası cənub torpaqlarımızdadır, Lənkərandadır və koalisiyanın sədri çox hörmətli Rasim Məmmədov ürəyindən keçən söhbətləri bizim cənub bölgəsində olan dostlarımızla bölüşmək istəyir. Rasim bəy, buyurun. Birbaşa efirdəsiz və insanlar sizi dinləmək istəyir. Sual verirlər ki, mənə hörmətli hüquqşünas dostumuz, qardaşımız Vasilam sual verir ki, pul qazanmaq asandır, yoxsa xərcləmək? Mən sual cavabını dərhal verirəm ki, xərcləmək çətindir, qazanmaq asandır. Oturduğumuz bu məkan Lənkəranın cənub bölgəsinin demək olar ki, mərkəzidir, elədirmi? Bax, burada buranın sahibi olur. Pul qazanmağın yolunu deyir. Əgər buranın sahibi bu stolun üstündə düzdüyü, bütün bu mürəbbə, limon və yaxud da ki, aksesuarını deyən bir xidmət, bu xidmətləri edərkən bir çaydan pul qazanır, qalanını mayasına qoyarsa, onun çayı çox satılacaq. Ancaq ona görüm cəsarət lazımdır ki, mən gündə bazarlıq eləyim, gətirim və onun üçündən qazanc əldə edəməyim, birindən əldə edeyim. Nəyimə lazımdır? O adam qazana bilir. İnsan kiçilə bölür. Ancaq ağac nazikliyindən insan qalır. Mən demək istəyirəm ki, bu günlərin ölkədə xoşa gəlməz bir hava yaranır. Məsələn, müəyyən pul qıtlığı var, qiymət bahaçılığı var, məmur özbaşınalığı var, referendum qabağı müxtəlif düşüncə sahibləri, gəncliyin inkişafı, müasir dövrə uyğun intellektual səviyyələrinin, elminin artması onların da artıq bir tərəfdən biraz da narazı. Yəni ki, insan inkişaf elədikcə narazı olur da. Görün, biz narazı çoban görmüşsünüz. Niyə çoban narazı olur? Ay. Narazı çoban görmüşsünüzsə, mənə deyin də, çoban nəsə narazı eləsin. Çünki ona lazım olan örüş var, onun qarşısındakı özünün sürüsü var, onun axuru var, naxırı var, aparır yaylağı var, otarır, gəlir, sağır, satır, qışlağı var. Yəni, büyük cəmiyyətdə, ən böyük üsulumuz ondan ibarətdir ki, işi bacara bilən, o həyata ki, səlahiyyəti, o işləri profesional şəkildə, peşəkar şəkildə həyata keçən insanı qoyur kənarda, o işin tam bacarmayan bir insanı, kütün birini gətirib qoyurlar və bir nəfər, 20 nəfər ağıllını dəli edir. Bu günlərin miting oldu. Dünən deyəsən miting. Dünən, bəli. Yəni, əvvəlki mitinglərə nisbətən bu dəfəki mitingdə insanların çoxluğu, sıxlığı görünür. Bu, dağılmazdır. Yəni, nə qədər desək də, bu gözümüzlə gördüyümüzdür. Elə cəmiyyət ona görə korlanır ki, bəzən insan gözü görə özünü inandırmaq istəmir, razılaşmaq istəmir. O insanların hər birinin hüququ pozulmuş, müəyyən, bəlkə də mənim dayım oğlu, əmim oğlu, xalam oğlu tərəfindən onların hüququ pozulur. Yəni, bugün məmur deyəndə ki, məmur elə bizim qohum əqrəbəmizdir. Yəni, 3-cü, 5-ci dərəcəli ola bilər. Yenə də qohumumuzdur. Hətta uzaqdırsa, biz hamımız Azərbaycanlıyıq, hamımız qohumuq. Hamımız demək olar ki, bir gendən, bir Adəmdən bəri Allah bildirsə, bizi yaradan ilahidə hamımızı elə insan kimi yaradırsa, deməli, biz elə qardaş bacıyıq. Bu günlərin insanların şuur səviyyəsi artırsan, onlara həmin o mühiti yaratmalısan. Əgər gənc 90-cı ildə, 91-ci ildə gənclər öz fiziki güclərini heç bir meydan olmurdu, gedib hansısa cinayətkar dəstəyə qoşulur, öz fiziki gücünü cinayətkarlığa yönəldirdi. Və hətta ki, 93-92-ci ildə hansısa silahlı birləşməyə birləşirdilər, dövlət çevrilişinə cəhd edirdilər, axmaq işlər görürdülər. Yəni, dövlətimiz görün,
gözəl şəraitlər yaratdı, olimpiya kompleksləri yaratdı, diaqnostika mərkəzləri yaratdı, regionda iqtisadi inkişaf, hər şey gözəl. Ancaq görürüm ki, həmin o binaların içində insanların gözəl şəkildə məşq etməsi üçün, onların dinamik həyatı üçün orada bir ideologiya, bir mexanizm, şərait mühit yaratdılar və qıfırladılar. Yəni insanları oraya bırakmadılar. Yəni bir şey, yəni biz yolla gedirik Bakı şəhərində, sağa baxırıq evlər, sola baxırıq evlər, ancaq heç birinin yaşayışı yoxdur. Yəni insan var ki 10 dənə, 15 dənə villası var. Ayda hər villanın 2000-1500 bunun bağbanına verməlidir, bunun qazonuna verməlidir, bunun başqa bir kamlar xərclərinə verməlidir. Ayda 60 min pul verməlidir ki, nədə 12 dənə, 13 dənə villasını saxlasın və yaşamır. Və 2 ildən, 1 ildən bir gəlir, biri 20 mində verir, onu remont edir, yenə qapısını bağlayır, yenə üfunət, havasızlıq. Yəni bu nə dərəcədə insan özü ayıq xidmət eləsin. Yəni cənab prezident yaxşı dedi, mənə ayıq xidmət edən məmur lazımdır, yıxsın. Etimad göstərirlər, vəzifə verirlər. Etimad göstərirlər, vəzifə verirlər ki, o öz qohum əqrəbəsini maarifləndirsin, öz qohum əqrəbəsinə əl tutsun, onların problemini həll eləsin. Vəzifə verirlər, etimad göstərirlər, milyonçu olur, vəzifəli olur, deputat olur, öz Batısoğlu idarə edə bilir. Batısoğlu gedir qoşulur nurçulara, Batısoğlu gedir qoşulur Avropada müəyyən Bizi sevməyən qüvvələrə. Bəli, bizi sevməyən qüvvələrə. Ancaq o adam, kütləvi şəkildə onların ailə üzvlərinin hər biri cüddi ailəyə ciddi miqdarda pul gətirir. Hər vaxtınız xeyir. Mən Aydın Xan, İctimai Nəzarət Koalisiyasının İNK TV internet televiziyasının rəhbəri və İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Partiyası İctimai Birliyinin sədri Rasim müəllimlə birlikdə 2 gün ərzində Azərbaycanın bölgələrinə səyahət elədik, səfər etdik və bu səfər ərzində çoxlu məsələlərlə bağlı söhbətlərimiz, müzakirələrimiz, görüşlərimiz oldu. Salyan, Cəlilabad, Biləsuvar, o cümlədən Masallı, Lənkəran, Astara və Leriki gəzdik. Məsələn, insanlar sizinlə çox asanca ünsiyyətə girə bilirdilər və mənə də çox maraqlı gəldi ki, həmişə sadə insanlar rəsmi insanlardan uzaq qaçırlar və ürəklərini onlara açmırlar. Bu ola bilər ki, məmur, vətəndaş münasibətlərindəki bir quruluq, rəsmiyyətə görədir. Bu ola bilər ki, insanlar bir çox məmurların öz vəzifələrindən normal istifadə etmədiklərinə görə, onlara həvalə edilmiş vəzifələri layiqincə yerinə yetirə bilmədiklərinə görə onlara yaxın getmək, öz sözlərini demək istəmirlər. Bir çox məmurlar onların xahişlərini yerinə yetirmədiyinə görə əhali onlara inamsızlıq göstərir, amma sizinlə çox maraqlı söhbətlər oldu. İlkin təəssüratlarınızı bilmək istərdim. Necə idi bu təəssüratlar? Aydın müəllim, yəqin ki, təəssüratların necə olması hamıdan əvvəl sizə çox bəllidir. Siz bilirsiniz, bilirəm ki, bu sualı da verməkdə, bildiyiniz sualı verməkdə, məni təkrar o hadisələri, o görüşləri xatırlatmaqda geniş ictimaiyyəti, bizim sosial şəbəkədəki dostlarımızı, son vaxtlar artıq oktyabrda 1 il olacaq, oktyabrın 1-i İctimai Nəzarət Koalisiyasının son vaxtlar insanlarla, xalqla, yaşlılarla, gənclərlə çox sıx əlaqəyə girməsi, tanınması bizi məcbur edir ki, biz artıq özümüzü təsdiqləmək üçün biz insanlarla çox sıx əlaqəyə girək. Əlbəttə ki, özünüz də gördünüz ki, insanlar artıq bizi tanıyır, bizi bir vəzifəli şəxs kimi yox, ancaq dövlət qulluqçusu kimi yox, bizi bir ictimaiyyətçi kimi tanıyır. Yəni bir ictimai fəal kimi tanıyır, QHT rəhbəri kimi tanıyır. Sosial şəbəkədə müəyyən ölkədə baş verən prosesləri, hadisələri doğru, dürüst insanlara çatdıran kimi tanıyır. Bilirsiniz, bu günlərim vətəndaşların məmurlara və dövlət qulluğunda bir çox, yəni hər hamısını demək olmaz, bir çoxlarına inamsızlıq ondan ibarətdir ki, məsəl üçün, günüz kabinetlərdə vətəndaş rüşvət verir, axşam televiziyada o ideologiyadan danışır. Əlbəttə, hamısı aid deyil, bəzilərlə. Əlbəttə ki. Bir çoxlarına, belə. Bir çoxlarına. İndi
Mən də başa düşürəm, ancaq bu günlərim görürsünüz ki, bir dənə nə bilim nə bir sürünün adım biabır eləyir. Bəli. Ancaq bu günlərim bir neçə məmur, 5, 10, 20, 30 nəfər ancaq böyük bir məmur ordusuna ləkə gətirir. Böyük bir məmur adına ləkə gətirir. Necə ki, hər hansı bir rüşvət tələb edən müəllimə, hər hansı bir reketli eləyən jurnalist, bütövlükdə bir jurnalist qanadına xələl gətirirsə, hər hansı bir müəllimənin hər hansı bir uşaqdan rüşvət istəməsi, pul istəməsi, hədiyyə istəməsi təhsilimizin adına ləkə olduğu üçün ona görə də gərək bir çalışmalı ki, bu şeylər minimuma indirilsin. Vətəndaşlar adicə bir ali təhsil ocaqlarından danışsaq belə, görürsən ki, adi bir kafedra müdürü, dekan tələbələrdən çox uzaqlaşır. Hətta maşından düşüb institutdan rektor, prorektor gələndə onları can güdənlər öz əhatəsinə alıb, kabinetə aparıb, 3-4 qapıdan sonra o kabinetdə əyləşir, artıq həmin institutda nə baş verdiyi, nə baş vermədiyi, narazı insanların qəbula gəlib gəlməməyi, orada onu elə bir blokadiya salırlar ki, tələbələr öz sözlərini deyə bilmirlər, hətta çəkinirlər, qorxurlar. Ancaq bu yanlışdır, bu səhvdir. Rektor, məmur xalqın içində olmalıdır. O Sovet ideologiyası idi. O vaxt Sovet dövründə idi ki, məmurlara deyirlər, toyda oynamaq olmaz, məmurlara deyirlər, insanların, sadə insanlarla gedib üz-göz oturmaq olmaz, səviyyənizi o səviyyə salmaq olmaz. O, Komünist Partiyasının ideologiyası idi. Ancaq bu günlərin biz müstəqil bir dövlət, Sovetin əsarətində olan bir respublika deyilik, müstəqil bir dövlət, müstəqil bir xalq, dinimiz, irqimiz, mənsubiyyətimiz, birliyimiz ola-ola, niyə biz öz vətəndaşlarımızdan uzaq gəzək? Niyə? Hətta elə məmurlar var ki, salam da vermir, salam da almır. Ancaq bilmək lazım ki, salam salamatlıq deməkdir. Bu günlərim Cənub bölgəsində fikir verdiniz ki, biz hara çatdıqsa, sanki bizi bir doğma insanları kimi qarşıladılar və fikir verdiniz ki, orada bizim tanınmış insanlarla görüşümüzdə materiallarımız var, yəqin ki, biz bunu sosiallaşdıracağıq. İnsanlar orada, o rayonda olan bəzi nöqsanları, qüsurları, bəzi elə bir problemlər var idi ki, onları bəzən çox sosiallaşdırmaq da olmaz. Hamısını danışdılar. Hətta gördünüz ki, bir neçəsi dili ilə dedi ki, mən çox şad oldum ki, mən referenduma getmək istəmirdim, ümidim qırılmışdı, ancaq biz indən sonra gedəcəyik.